Salam əziz izləyicilərimiz. Kompüter treyningimiz davam edir. Bugünkü mövzumuz çox aktual mövzudur. Mövzumuz nədir? Flash kartımızdan və ya kompüterimizin CD diskindən və ya mikrokartımızdan, SD kartımızdan hər hansı məlumat silinib, biz bunu necə geri qaytara bilərik? Bugün bundan danışacağıq və sizə necə geri qaytarmaq olduğunu göstərəcəm. İlk öncə bizə Recover adlı bir proqram lazımdır. Bu proqramın linkini videonun açıqlama bölməsindən görəcəksiniz. Linka tıklayıb o proqramı işləmək lazımdır. Daha sonra göstərəcəm əməliyyatları yerinə yetirin. Mən indi daxil oluram bir internet brauzerinə. Əslində bu mövzu çox aktualdır. Çünki çox insanlar olub ki, məlumatlar, informasiyalar silinib, amma onu geri qaytara bilməyiblər. Və çalışın ki, flash karta format verməyin və ya flash kart, SD kart, ona format verməyin, əgər hər hansı bir məlumatın silinibsə. Daxil olur ki, linkə, belə bir səhifə açılır. Əvvəl də görmüşsünüz bu səhifəni. Bu linklərin hər birini özüm hazırlayıram ki, sizə asan olsun. Çünki bu proqramları internetdən axtarsanız, çoxlu viruslu saytlara daxil olacaqsınız. Bu da sizin kompüterinizə zərər yetirə bilər. Ancaq mən bunları hamısını seçirəm, yeni bir link yaradıram ki, sizə asan olsun. İndirə tıklayıram. Yükləmə başlamalıdır. Və məndən hara yükləməmi istəyir? Desktop seçirəm. Yaddaşı 5 GB-dır və artıq yükləmə bitdi. Görürsünüz, mənim kompüterim ekranına belə bir icon gəlir. Bu, Recover adlı proqramın setup.exe faylıdır. Bunun üçün 2 dəfə tıklayıram. Təbii ki, belə bir pəncərə açılır. Buradan yes deyib qəbul edirəm. Qəbul etdikdən sonra belə bir pəncərə açılır. Installa tıklayıb yükləməni gözləyirəm. Və yükləməmiz artıq hazırdır. Burada məndən soruşur ki, kompüteri restart yenidən söndürüb yandırmaq istəyən yoxsa yox. Mən istəmirəm, mənə lazım deyil. İndi isə nə edirik? Mənim kompüterə bir flash kart daxil etmişəm və bu flash kartın içində belə bir informasiyalar var. Şəkil, video, proqram, Word document, PowerPoint presentation və s. Bundan hər birini silirəm. Sildim. Gördüyünüz ki, mənim flash kartım artıq boşdur. Yüklədiyim proqram, görürsünüz, belə bir proqramdır. Üstündə bir kask şəkili var və arxada bir disk şəkili var. Bunun üçün iki tıklayıram. Kiçik pəncərə açılır. Yes dedim və next edirəm. İkinci pəncərədən bizdən hansı fayl tipini recover, yəni geri qaytarmaq istədiyimizi soruşur. Picture şəkil ola bilər, musiqi, dokument, video, sıxışdırılmış fayl və ya e-mail. Mən all files deyirəm, yəni bütün faylları mənə geri qaytarsın. Və məndə video, flash kartın içində video da var idi ki, o da silindi. All files dedim və next etdim. Daha sonra bizdən haradan geri qaytarmamızı istəyir. Burada yine specific location var. Yəni xüsusi yer özümüz təyin etməliyik. Görürsünüz, burada Rice bin var. Məsəl üçün siz silmişsiniz çöp qutusundan da məlumatı oradan belə geri qaytarır və ya CD, DVD diskdən də. Mənə indi lazım ki, flash kartdan qaytarsın. Bunun üçün mən in a specific location bölməsinin qarşısına bir işarə qoyuram və buradan browse seçirəm. Və buradan flash kartımı axtarıram. Görürsünüz, Transcend adı belədir. Transcend F diskidir, flash kartdır və buna OK basıram. Və burada next var. Next-i tıklayıram. Və enable deep scan deyirəm ki, yəni loru diləsə dibinə qədər axtarsın. Və startı basıram. Burada məndə olan hər bir şeyi axtarıb tapacaq. Və ola bilər ki, elə fayllar olsun ki, onları tapa bilməsin. Yəni tanımamış bir fayl kimi versin. Onu belə geri qaytarmaq olur. İndi isə bizim fayllarımız artıq axtarılır. Görürsünüz, yazılıb 146 files found. 146 fayl tapılıb. 2 dəqiqə bu proses davam edəcək. Prosesimiz davam edir. Artıq 72% keçib, mənim 210 fayl tapılıb. Progress davam edir. Artıq 95-97%dir. Və axtarışımız bitir və bitdi. Gördüyünüz kimi tarixinə qədər hər birini göstərir ki,
mənim sildiyim fayllar nə vaxt silinib, nə vaxt flash kartda olub və nə vaxt silinib. Hər biri haqqında məlumat gəlir. Məsəl üçün, mənim flash kartımda New Document adında və New Microsoft PowerPoint və New Microsoft Word Document adında 2 faylım var idi. Gördüyünüz kimi hər biri recover olundu. Geri qaytarıldı. Və daha sonra Office Professional Plus var idi ki, dünən mən onu yükləmişdim ISO faylını. Hər onu da tapdı. Videolar var idi, hər birini tapdı. Şəkillər var idi ki, çəkdirmişdik, mən flash kartı atmışdım və silmişdim. Hər birini çıxartdı, tapdı. İndi tapmışıq bu faylları. Necə? Geri qaytaraq. Hansı faylı geri qaytarmaq istəyirsinizsə, qarşısına belə bir işarə qoyursunuz. Məsəl üçün, bu MP3 səs yazmaları idi. Bu şəkil idi. Bunları mən geri qaytarmaq istəyirəm. Məsəl üçün, mən yalnız bunları istəyirəm. Mənə qalanlar lazım deyil. Və ya burada mənim 2 dənə faylım var idi, vacib. Bunları seçəndən sonra burada recover var. Görürsünüz. Recover yazılıb. Ona basırıq və bizdən bunu hara geri qaytarmamızı istəyirik. Məsəl üçün, mən ekrana bir qovluq yaradıram. Adını qoyuram recover. Yəni, geri qaytarılmış fayllar. Recover. Var, görünsün kimi qovluq yarandı. Və ekranda həmin qovluğu tapıram. Görürsünüz, burada recover var. OK basıram. Və həmin fayllar artıq mənim qovluğuma yerləşir. Və bütün fayllar mənim qovluğuma yerləşdi. Daxil olan qovluğuma. Hansı faylları mən geri qaytardımsa, hər biri geri qaytarıldı. Gördüyünüz kimi flash kart boş deyəndə ancaq mən hər birini geri qaytardım. Bütün silinmiş məlumatlar geri qaytarıldı. Siz əgər başqa yerdən istəyirsinizsə, məsəl üçün sizin C diskinizdə bir nəsə silinib və ya D diskinizdə yenidən daxil olursunuz. Bura next deyirsiniz, all files seçirsiniz, fayl tipini. Və in a specific location-dan görürsünüz C diski var. Mən next etsəm, mənim bu günə kimi sildiyim bütün proqramların hər birinin qovluğu, hər bir şey geri qayıtacaq. Və ya mən D diski də seçə bilərəm. Hər bir diskdən seçə bilərsiniz. Adi CD, DVD diskdən belə. Məsəl üçün, kamerada şəkil çəkmişsiniz, şəkilləri bilmədən kimsə silib və ya özünüz silmişsiniz, indi geri qaytarmaq istəyirsiniz. Kameranın kartını kontura daxil edib, bu proqramdan istifadə edib, geri qaytara bilərsiniz. Çox sağ olun izlədiyinizə görə, videonu paylaşıb, bəyənməyi unutmayın ki, siz öyrəndiklərinizdən başqaları da faydalana bilsin. Sağ olun.